Əziz pasientlər, 42-43 yaşından sonra eynəyə ehtiyac duymaq bir xəstəlik deyil. Bu, yaşımızın bizə gətirdiyi fizioloji bir prosesdir. Yaş artdıkca gözlərimizdə nə dəyişir? 20 yaşlarımızda gözlərimiz daha yaxşı fokusluyur. 30 yaşımız olanda isə artıq gözlərimizdə fokuslama zəifləyir, göz əzələlərimizdə yorğunluq artır. 40 yaşından başlayaraq yaxın görmədə çətinlik yaranır. 42-43 yaşlarında isə artıq eynək taxmağa ehtiyac duyulur. Amma bəzi pasientlərimiz eynək taxmaq istəmirlər, eynəyə başlamaq istəmirlər və ya gözlərinə uyğun nömrəni deyil də daha kiçik nömrələrdə eynək taxmaq istəyirlər. Əslində isə bu yanlışdır. Onlar elə düşünürlər ki, kiçik nömrə eynək taxdıqda onların gözləri işləyir, yorulmur və daha aktiv qalır. Amma əslində isə bu tamamilə tərsidir. Bu yanlış məlumatdır. Çünki eynək taxdıqda göz daha aktiv işləyir və göz yorulmur. Yaşlanmanı dayandıra bilmərik, amma gözlərimizə düzgün qulluq edə bilərik. Göz nömrəmizdən kiçik eynək yox, ona uyğun düzgün nömrə eynək taxmalıyıq. Bir çox pasientlər eynək taxmağa başlamaq istəmirlər və ya gözlərinə uyğun nömrə eynək deyil də daha kiçik nömrələr taxmaq istəyirlər. Amma əslində bu yanlışdır. Onlar elə düşünürlər ki, eynək taxsalar və ya yüksək nömrə taxsalar gözləri zəifləyər. Tamamilə yanlış bir fikirdir. Gözünüzün nömrəsinə uyğun eynək taxmaq gözləri yorulmaqdan qoruyur.